Bütün dünyanın diqqətinin Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın Ukrayna siyasetine yönəldiyi bir məqamda İran-Türkiyə münasibətlərində yaranan gərginlik regionun təhlükəsizliyi ilə bağlı yeni suallar doğurub. Bir çox təhlilçilər bölgədə İran-Türkiyə qarşıdurmasından, hətta iki ölkə arasında müharibə ehtimalından danışmaqla problemin ciddiliyini qabardıblar. Son bir həftə ərzində Tehrandan verilən açıqlamalar və İran mediasında Türkiyə əleyhinə səslənən ittihamlar da məsələnin kökünün dərində olduğunu nümayiş etdirib. Hər şey zahirən fevralın 26-sında Türkiyənin Xarici İşlər Naziri Hakan Fidanın Qətərin Əl-Cəzirə televiziyasına verdiyi geniş müsahibədə İranın regional siyasəti barədə söylədiyi fikirlərdən və Tehranın həmin fikirlərə sərt və bəri başdan deyək ki, adekvat olmayan reaksiyasından başlayıb. Həmin müsahibədə aparıcının Suriyada və ümumiyyətlə regionda formalaşmış vəziyyətə İranın yenidən müdaxilə edə bilməsi barədə sualının cavabında Fidanın söylədiyi bunun düzgün siyasət olacağını düşünmürəm. Əgər siz başqa ölkədə bir qrupa dəstək verməklə rahatsızlıq yaratmaq istəsəniz, başqa ölkə də sizin ölkədəki digər bir qrupa dəstək verməklə narahatlıq yaratmaq istəyər. Yəni, artıq dünyada heç nəyi gizlətmək mümkün deyil. Sizdə olan imkanlar başqalarında da var. Ona görə də pəncərənizə daş atılmasını istəmirsinizsə, başqasının pəncərəsinə daş atmamalısınız. Sözləri Tehranı əməlli başlı özündən çıxarıb. İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəğai məsələyə dərhal reaksiya verərək yazıb. Regional proseslərdə Amerika və İsrailin aşkar və gizli əllərini görməmək böyük səhvdir. Aydındır ki, Türkiyə Xarici İşlər Nazirinin təbirincə desək, region bir ölkənin digərləri üzərində hökmranlığı mədəniyyətindən azad edilməlidir. Nə ərəblər, nə türklər, nə kürdlər, nə də İranlılar heç biri digərinə hakim olmağa çalışmamalı, narahatlığa səbəb olmamalı və ya təhdid etməməlidir. Bəs İsrail, Bəğai 2016-cı ildə Türkiyədəki çevriliş cəhdində ölkəsinin mövqeyini xatırladaraq əlavə edib. Biz Türkiyə hökumətinə qarşı çevrilişin əleyhinə çıxan və ona qarşı duran ilk ölkə olmuşuq. Qeyd edək ki, bu məqam son gərginlikdə bir çox İran rəsmiləri və ekspertləri tərəfindən dilə gətirilərək bir növ İranın məlum çevriliş hadisəsindəki mövqeyinə görə Türkiyəyə minnət qoyulmasına cəhd olunub. Martın 3-də İran Xarici İşlər Nazirliyinin sözçüsü keçirdiyi ənənəvi mətbuat konfransında yenidən bu mövzuya toxunaraq bir sıra regional məsələlərə dair İranla Türkiyə arasında qədimdən fikir ayrılıqları olduğunu bildirib və deyib, yaxşı olar ki, Türkiyəli dostlarımız onların siyasətinin doğurduğu nəticələr və təsirlər barədə daha çox düşünsünlər. Aydındır ki, burada İran rəsmisi yenidən İsrail məsələsinə eyham vurub. Elə həmin gün İran Xarici İşlər Nazirinin köməkçisi və Nazirliyin Aralıq Dənizi Hövzəsi və Şərqi Avropa Baş İdarəsinin rəisi Mahmud Heydəri Türkiyənin İrandakı səfiri Hicabi Kırlangıçla görüşüb və Hakan Fidanın fikirlərinə etirazını bildirərək deyib. İki ölkənin ümumi maraqları və regional vəziyyətin həssaslığı iki tərəfli münasibətlərdə fikir ayrılıqlarına və gərginliyə səbəb ola biləcək yanlış bəyanatlardan və real olmayan təhlillərdən çəkinməyi tələb edir. İran hökumətinin sözçüsü Fatimə Mühacirani də Hakan Fidanın açıqlamasını qeyri-konstruktiv adlandırıb və bunun təkrarlanmayacağına ümidvar olduğunu bildirib. Nəhayət, İran ali rəhbərinin beynəlxalq məsələlər üzrə baş müşaviri, keçmiş Xarici İşlər Naziri Əli Əkbər vilayəti də mövzuya sərt reaksiya verərək deyib. İran İslam Respublikası heç bir ölkənin düşünülməmiş bəyanatlarla tarixi və dərin regional əlaqələri təhlükəyə atmasına imkan verməyəcək. Ona görə də Türkiyə rəsmilərindən bəyanatlarında diplomatik
nəzakətə riayət etmələri və əsassız iddiaları təkrarlamaqdan çəkinmələri gözlənilir. İran həmişə regional təhlükəsizlik və əməkdaşlığa can atan, qədim sivilizasiyaya malik qüdrətli ölkədir. Bəzi Türkiyə rəsmiləri bilməlidir ki, qeyri-real və müdaxiləçi iddiaların təkrarlanması ikitərəfli münasibətlərə heç bir şəkildə kömək etməyəcək. O daha sonra əlavə edib. Türkiyəyə xəbərdarlıq edilməlidir ki, əgər Türkiyədə bəzi yanlış mövqeləri təkrarlamaqla və xarici təlqinlərin təsiri altında İranın bölgədəki mövqeyini zəiflədə biləcəklərini düşünürlərsə, dərindən yanılırlar. Bu bəyanatlar fonunda Türkiyə tərəfi də İranın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb. Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçəli İran diplomatı ilə söhbətdə bəzi İran rəsmilərinin Türkiyəyə qarşı iddialarının gündəmə gətirildiyini bildirib və deyib, heç bir halda xarici siyasət məsələlərinin daxili siyasətdə alət kimi istifadə edilməməsinin zəruriliyinə inanırıq. Bu çərçivədə başqa bir ölkəyə verilməsi lazım olan kritik mesajları birbaşa onların ünvanına çatdırmağa üstünlük veririk. Bugün də bu yolla getdik. Əslində bu açıqlama ilə Türkiyə rəsmisi çox önəmli bir məqama işarə edib və Tehrandan səslənən kəskin bəyanatların daxili auditoriyaya ünvanladığını vurğulayıb. Məsələ burasındadır ki, İran hakimiyyətinin son vaxtlar bölgədə bir-birinin ardınca üzləşdiyi məğlubiyyətlər ölkə ictimaiyyətində, hətta rejimin qızğın tərəfdarları arasında ciddi suallar doğurub və İslam Respublikasının böyük maliyyə və insan itkiləri hesabına başa gələn regional siyasətinin düzgünlüyünü şübhə altına alıb. Odur ki, qonşu ölkə rəsmisinin normal və reallıqla təsdiqlənən açıqlamasına isterik və aqressiv reaksiya verməklə rejim ideoloqları İranın vilayətinin təbirincə desək, hələ də qüdrətli ölkə olduğunu nümayiş etdirməyə çalışırlar. Yoxsa Hakan Fidanın İran hakimiyyətinin regionda proksi qüvvələr üzərindən yürütdüyü siyasətin yanlış olması və ölkəyə faydadan çox ziyan vurması barədə tezisi neçə vaxtdır İranın öz siyasətçiləri və obyektiv ekspertləri tərəfindən dilə gətirilən, ən başlıcası isə ölkə əhalisinin aydın gördüyü və etiraz aksiyalarında hakimiyyətə müraciətlə Suriyanı boşla, bizim halımızı düşün deyə hayqırdığı bir həqiqətdir.